də dayanmağım olmuşdu ki, Rəmzi bilirsiniz ki, Azərbaycanın meyxana aləmində sevilən sənətkarlarımızdandır, yeniliklərə imza atan sənətkarlardandır. Hansı ki, bugün cavanlar indi edir o işləri, o onu 30 il bundan öncə, deyək 35 il bundan öncə etmiş insandır. Rəmzini mən bir ideal bilirdim, kumir seçmişdim. Yəni mən onu ilk dəfə meyxananı efirə o çıxartmışdı. Mənə də fəxrdir ki, bu Gəncə Basar zonasında ilk dəfə mən efirə çıxartmışam. Yəni o yolu getmək, onun ziyalılığı, istər geyim tərzi, sənətə yanaşması, münasibəti. Yəni mən onu belə ustad qəbul edərək ona görə yaratdığım qrupa da, məktəbə də Rəmzinin adını vermişdim ki, Rəmzi bir növdə yaşatmış olum. İndi əlimizdən gələn bütün sənətkarları yaşatmaq borcumuzdur. Əlbəttə bizim böyük sənətkarlarımız var, Rəmzdən də yaşda böyük olan bizim unudulmaz Əli Ağa Vahid yadigarı Ağa Səlim Çıldağımız var. Yəni bir çoxlarına demək olar. Yəni biz də neçələrinə baxmışıq, görmüşük, götürmüşük. Odur ki, mən Rəmzini bax belə ustad qəbul edərək çalışmışam onun adından bağlı olsun və onu da ad verib kənarda dayanmaq yox, artıq o məsuliyyətin fərqində olmalısan ki, mən hansı adı altında qrupum var, məktəbim var, inkişafı göstərməlisən ki, desinlər, bəli, Rəmzi Meyxana məktəbi, Rəmzi qrupu bu işləri görmüş oldu. Odur ki, konsertlər